bizim yaxın qardaşlarımızdan olan və tanınmış bir şəxs olan Elşən Mustafaoğlu qardaşımız bir neçə gündür ki, bilinmir hardadır. Heç kim də barəsində bir söz demir. Bu bizi narahat edir. Birinci ona görə narahat edir ki, Azərbaycan vətəndaşıdır bu. İkinci ona görə narahat edir ki, bu müsəlmandır, bu şiədir. Bu şiənin avamlarından yox, hətta alimlərindəndir. Ona görə bizi narahat edir. Biz o şəxsi alim kimi, saf bir insan kimi və vətənpərvər bir insan kimi tanımışıq, tanıyırıq, bundan sonra da tanıyacağıq. Onun barəsində nə deyilsə, bizim fikrimizi onun barəsində dəyişməyəcəkdir. Biz onu bir vətənpərvər kimi tanımışıq, tanıyırıq, bundan sonra da tanıyarıq. Qardaşlarımızdan da, xüsusilə dindarlarımızdan da gözləntimiz budur ki, alimlərimizi olduğu kimi tanısınlar. Allah Teala işi düyünə düşən bütün qardaşlarımızı, xüsusilə qeyd etdiyim bu qardaşı, düyününü Əhl-i Beyt əli ilə açsın və müsəlman dünyasında olan bütün bu problemləri, müşkülləri Əhl-i Beytin duası ilə, İmam Zaman ağanın duası ilə, İmam Zaman ağanın zuhuru ilə həll eyləsin inşallah.